İranla qarşıdurma hələ bitməyib. Hər an yeni hadisələr baş verə bilər. Bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib. O qeyd edib ki, rəsmi Təl-Əviv İranla münaqişədə məqsədlərinə çatmamış geri çəkilməyəcək. Biz bir çox şeyə nail olmuşuq, lakin bu son deyil. Hər an yeni hadisələr yaşana bilər, deyən Netanyahu dolayı yolla növbəti hərbi əməliyyatların mesajını verib. Amerika qüvvələri Oman körfəzində İrana məxsus yük gəmisini dəniz blokadasını pozmağa cəhd etdiyinə görə ələ keçirib. Bu barədə Amerika prezidenti Donald Trump məlumat verib. Amerika hərbi dəniz qüvvələrinə məxsus idarə olunan raket esminensi USS Spruance Oman körfəzində İranın Tosk adlı gəmisini ələ keçirib və ona dayanmaq üçün açıq xəbərdarlıq edib. İran heyəti tabe olmaqdan imtina etdiyinə görə hərbi gəmimiz mühərrik otağında dəlik açaraq onu dayandırıb. Hazırda Amerika dəniz piyadaları gəminin nəzarətini ələ keçirib. İran Amerikanın hərbi gəmilərindən birinə dronlarla zərbə endirib. Bu barədə İran xəbər agentliyi təslim məlumat yayıb. Amerika tərəfindən məlumat isə hələ ki təsdiq olunmayıb. İran hökuməti İslamabadda keçirilməsi planlaşdırılan Amerika ilə danışıqlardan imtina edib. Bu barədə İran mediası çıxış edib. Qeyd olunub ki, Amerikanın qeyri-real və hədsiz tələbləri daim dəyişən mövqeyindən dolayı müvafiq qərar verilib. Rusiya hərbiçiləri Ukrayna silahlı qüvvələrinin Starlink kompleksinin antenasını məhv edib. Bu əhəmiyyətsiz görünən hədəf döyüş əməliyyatlarının son dərəcə vacib elementidir və düşmən bölmələrini rabitədən məhrum edir. İran Dövlət Televiziyasında yayımlanan məlumatda rəsmi Tehranın Bab əl-Məndəb boğazını da artıq atəş dairəsinə daxil etdiyi qeyd olunub. Çıxış zamanı regionda gərginliyin yeni mərhələyə keçdiyi vurğulanıb. Televiziya efirində səsləndirilən mesajda düşmən üçün cəhənnəm saatları başlayacaq ifadəsi işlədilib və qarşı tərəfə açıq xəbərdarlıq edilib. Bir çox kütləvi informasiya vasitələri qeyd edir ki, Bab əl-Məndəb boğazı kimi strateji əhəmiyyətə malik su yolunun hədəfə alınması beynəlxalq ticarət və enerji daşımalarına ciddi təsir göstərə bilər. Bu marşrut Qırmızı dənizlə Ədən körfəzini birləşdirir və dünya yük daşımalarının mühüm hissəsi məhz buradan keçir. İranın raket və pilotsuz uçuş aparatları sahəsində modernizasiya tempi müharibədən əvvəlki səviyyəni üstələyib. Bu barədə Sepahın hərbi hava qüvvələrinin komandanı Seyid Məcid Musəvi deyib. Onun sözlərinə görə atəşkəsdən sonra Tehran silahların bərpası və yenilənmə prosesini daha da sürətləndirib. O qeyd edib ki, İran bu sahədə ciddi irəliləyiş əldə edib və hazırki inkişaf tempi əvvəlki dövrlərlə müqayisədə daha yüksəkdir. Amerika prezidenti Donald Trump İranın Hörmüz boğazında atdığı addımların ilk növbədə elə Tehranın özünə ağır zərbə vurduğunu qeyd edib. Onun sözlərinə görə, boğazın bağlanması İran üçün gündəlik təxminən $500 milyon itki deməkdir. Trump vurğulayıb ki, Amerika bu vəziyyətdən heç bir zərər görmür. Əksinə, bir çox gəmi artıq Amerika limanlarına yönəlir. Amerika lideri qeyd edib ki, İranın atdığı addımlar əslində Vaşinqtonun tətbiq etdiyi blokadanı gücləndirir və Tehran bunu fərqində olmadan edir. Trump həmçinin qeyd edib ki, Amerika İrana ədalətli və məntiqli razılaşma təklif edib. Lakin bu qəbul olunmasa, daha sərt tədbirlər gündəmə gələ bilər. İranın Amerika ilə planlaşdırılan növbəti danışıqlardan imtina etməsinin arxasında duran əsas səbəb üzə çıxıb. Axios nəşrinin mənbələri isnadən yaydığı məlumata görə Tehran bu görüşləri təhlükəli tələ kimi qiymətləndirib. Qeyd olunur ki, İran rəsmiləri Amerika nümayəndə heyəti ilə keçiriləcək təmasların əslində gözlənilməz hərbi hücum üçün örtük ola biləcəyindən ehtiyat edir. Məhz bu şübhələr səbəbindən rəsmi Tehran danışıqlardan geri çəkilmək qərarı verib.